bəzən onlar maşını saxlayanda Ceyhun sükanı fırlayırlar, təkərlər əyri qalır. Hərəkətə başlayanda maşına minəndə fikir vermirlər təkərə. Təkər əyridir, sükan düzdür. Təkər əyridir, sükan düzdür. Onlara elə gəlir ki, yadlarından çıxıb da. Sükan düzdür. Bəziləri yerindən necə tərpənirsən, gözəl bilirsən. Kəskin qaz. Ay aman maşın düz getmədi, sola getdi, dəydi maşına. Ay aman maşın düz getmədi, getdi bardura, sağa dəydi. Bunu olmasın deyə bir dənə məsləhət vermək istəyirəm. Hərəkətə başlayanda, ümumiyyətlə, yadınızda deyil axı, təkər əyridir, düzdür, sükan düzdür. Deməli, maşını dala arxaya verəndə və ya qabağa verəndə, hərəkətə başlayanda 1 santimetr Ceyhun irəli vermək lazımdır. Qazı elə bir ki, torumuzu buraxıb baxmaq lazımdır görə, deməli, yavaş sürətdə də, saatda 2 kilometr. Maşın sola getdi, yoxsa düz getdi. Ondan sonra qaz artıb getməlidir. Çünki belə hadisələr olur. Birinci sir buydu.